Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə Türkmənistan Mədəniyyət Günləri keçirilir. Heydər Əliyev mərkəzində baş tutan açılış mərasimində konsert proqramı təşkil olunub. Konserti Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli, Türkmənistan Mədəniyyət Nazirinin müavini Nursəhət Şirimov, digər rəsmilər, millət vəkilləri, diplomatik korpusun təmsilçiləri, iki ölkənin mədəniyyət xadimləri və ictimai nümayəndələri izləyiblər. Əvvəlcə gecənin aparıcıları Azərbaycan və Türkmənistanın qədim və ortaq mədəni mənəvi dəyərlərinin birləşdiyini vurğulayıblar. İki ölkə liderlərinin müdrik siyasəti nəticəsində qardaş respublikamız arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Daha sonra səhnə qardaş ölkədən gəlmiş incəsənət nümayəndələrinin ixtiyarına verilib. Türkmənistanın tanınmış ifaçı və kollektivləri bir-birindən maraqlı musiqi və rəqs nömrələri, aşıq havaları və tamaşaçıların könlünü oxşayıblar. Proqramda bu il 140 illik dövlət səviyyəsində qeyd olunan bir əsrdən çoxdur əbədi yaşar əsərləri ilə Mərkəzi Asiyanın dost ölkələrində, o cümlədən Türkmənistanda geniş şöhrət qazanmış dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına da yer verilib. Bugün Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin rəsmi açılışı baş tutdu. 13-16 oktyabr tarixlərində keçiriləcək bu günlər çərçivəsində Azərbaycana böyük bir heyət Türkmenistandan gəlib, yaradıcı heyət və bugün onların sərgisinin, onların fotoqraflarının, rəssamlarının, xalçaçılarının əsərlərindən ibarət sərginin açılışı baş tutdu. Daha sonra yaradıcı insanların, mədəniyyət xadimlərinin iştirakı ilə konsert proqramı keçiriləcək. Sabah Bakıda Türkmənistan Milli Mətbəx Gününün açılış mərasimi keçiriləcək və daha sonra Gəncə şəhərində bu proqramlar davam edəcək. Həm Gəncə Dövlət Filarmoniyasında növbəti konsert keçiriləcək və Mədəniyyət Günlərinin rəsmi bağlanış mərasimi keçiriləcək. Bu tədbirlər əlbəttə ki, iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsinə, bizim mədəni mübadiləmizə öz müsbət təsirini göstərir və ənənəvi olaraq ardıcıl bu tədbirlər keçirilir. Səbinə Hüseynli, Rəsul İsayev, Səs TV xəbər.